Market rəflərində kərə yağı adı ilə satılır, amma tərkibində bitki yağı var. İstehlakçını çaşdıran bu məhsulların satışının dayandırıldığı açıqlandı. Bəs görəsən sakinlər kərə yağı alarkən tərkibini oxuyurlarmı? Kərə yağı alarkən oxumuram, elə nə gəldi alıram. Aram evə. Niyə oxumursunuz? Nə bilim, oxumuram da. Yox, tərkibini oxumuram. Onun bahalığına baxıram, bahadırsa alıram. Bəli, oxuyuram və çalışıram palma yağlarından uzaq olum. İşlətdiyim zeytun yağıdır, yəni ona üstünlük verirəm. Yeməklərdə də belədir. Yoldaşım alır həmişə, ona görə mən oxumuram. Yeni ildə mən məşhur marketlərin birində, deməli, hardasa 24-50-yə düşmüşdü. 2 paçka aldım mən, 2 kilo, yarım kilo, 5 kilo. Yəni ona verdiyim pul elə bil itirdim də. 100 neçə manat pul verdim, itirdim o pulu. O yağ bu gün də bizim evimizdə yeyilmir. Çünki onun tərkibində palma yağıdır, margarindir. Bu kağızı xaricdəndir, amma içinin məhsulu tamamilə margarin. Belə tərkibinə baxıram, ximikatları görürəm. Y357 məsələn ən çox belə yayılan ximikatlardan biridir. Çox ziyan vurur bizə. Kərə yağı ümumiyyətcə almırıq. Eldindən nəhrə yağı alırıq işlətməyə də. Bir də bitki yağı olaraq da zeytun yağı. Qida eksperti Məsəd Hüseynova isə qeyd etdi ki, kərə yağlarının tərkibindəki bitki yağları və yağ turşularının uyğunsuzluq təşkil etməsi birbaşa olaraq istehlakçı hüquqlarının pozulmasıdır. Qida eksperti bildirir ki, qiyməti baha olan hər yağ kərə yağı deyil. İstehlakçıların aldadılması sadəcə yanlış məhsul almaq deyil, eyni zamanda xroniki xəstəliyi olan insanlar, aşağı yaşlı insanlar, yuxarı yaşlı insanlar, immun sistemi aşağı olan insanlar fərqli məhsullar alarkən və yaxud da üzərindəki, içindəki ilə eyni olmadıqda onlarda xəstəliyin kəskinləşməsi və eyni zamanda da sağlamlığa müəyyən problemlər olur ki, ona görə bu kimi halların baş verməməsi üçün bütün sahibkarlar etiket məlumatlarında məhsulun tərkibi haqqında, istehsalçı şirkət haqqında tam məlumatları göstərməlidir. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, son nəzarət tədbirləri zamanı kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki isterini yağ turşuları üzrə də uyğunsuzluq aşkar edilib. Agentlik tərəfindən sözü gedən məhsul partiyalarının dövriyyədən çıxarılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Fiziki şəxs İmamverdiyev Elman sahib olunan məxsus süd və süd məhsullarının emalı müəssisəsində emal olunmuş kərə yağı məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim olunmuşdur. Nümunələrin sınaq nəticələrinə əsasən kərə yağı adı altında satılan məhsul partiyalarında linolein, palmitin və olein yağ turşuları üzrə uyğunsuzluqlarla yanaşı bitki stearini, kampesterin aşkar olunmuşdur. 7 noyabr 2024-cü il və 23 dekabr 2024-cü il istehsal tarixli natural əmtəə nişanlı kərə yağı, 5 dekabr 2024-cü il istehsal tarixli tac əmtəə nişanlı kərə yağı, 13 dekabr 2024-cü il istehsal tarixli Selski əmtəə nişanlı kərə yağı məhsullardır. Agentlik tərəfindən söz gedən məhsul partiyalarının ticari şəbəkələrindən geri çalınması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunmuşdur. Həmçinin sahibkar barəsində inzibati tədbir görülüb. İllərlə kərə yağı adı ilə satılan bu məhsullar artıq bazardan yığışdırılacaq. Ancaq əsas sual budur, istehlakçının itirdiyi etimad necə bərpa olunacaq? Rəbiyyə Əhmədova, Orxan Balayev, APA TV.